Salam aleykum. Bax, Kemal Sunalı parodiya eləyirəm. Yazırlar ki, ağzına əyirsən. Ağız əymək bilirsiniz nə deməkdir? O kimsə nəsə söz deyəndə söhbət eləyəndə ağız əymək budur. Parodiya başqa bir şeydir. Mən parodiya eləyirəm şəxsən. Kemal Sunalı parodiya elədim, mənə deyirlər ki, ağzına əymə, nə bilim nə. O elə şey yoxdur yəni. Əgər bir video sənə xoşuna gəlmirsə, telefon sənin əlindədir. Bax mən girirəm TikToka. Bax çevirirəm. Çevirdim. Görürsüz video mənə xoşuma gəlmir. Blok elə, əngəllə, bu video ömür boyu sənin qabağına çıxmayacaq. Söhbət bundan gedir, məndən də gedir. Mənə bəyənmirsənsə baxma qardaş, məcbur deyilsən. Sən mənə pis komment yazıb mənə təhqir eləməyə. Təhqirlə tənqidi qarışdırıb, yəni orada ortalıqda şey eləməyin. Yəni təhqirlə tənqid adından istifadə edib zamanı təhqir eləməyin. Nəysə, bunu qoyduq bir qırağa. Qaldı ki, parodiya eləməyə. İndi qulaq asın. Fikri istedadlı bazardan. Ramazan. Ne var Şaban? Ya insanlar ne diyor ya? Allah Allah. Ne derlerse desinler Şaban. Sen parodini yap. Yapayım değil mi? Yap Şaban. Evet yaparım. Allah Allah. Gürültü yapma Şaban. Kime diyor be? Sen yapıyorsun Şaban. Evet ben. Böyle durumda size ne yapmak düşer? Tabii ki beğenmek düşer değil mi? Şaban. Ne? Her şeyi karıştırma. Çabuk buraya gel. Gelir değil mi? Evet gelir. Hay Allah ya. Aa Mahmut Hoca. Mahmut Hoca'ya bakın.